Dünyada bir zamanlar minlərlə insanın yaşadığı, lakin indi tamamilə tərk edilmiş şəhərlər var. Kanalımıza xoş gəlmisiniz. Bu videoda sizlərə tərk edilmə səbəblərinə və tarixi əhəmiyyətinə görə sıralanmış ən məşhur 5 ruhlar şəhəri haqqında ətraflı məlumat verəcəyik. Hashima, Yaponiya. Hashima adası Yaponiyanın sənaye inqilabının simvollarından biri idi. 1887-ci ildən etibarən Mitsubishi şirkəti burada kömür mədənləri açdı və ada qısa zamanda sıx məskunlaşdı. Lakin 1974-cü ildə kömürün yerini neftin alması ilə mədənlər bağlandı və ada tamamilə tərk edildi. İllər keçdikcə binalar çöktü, ada qadağan edilmiş zonaya çevrildi. Hal-hazırda müəyyən hissələri turistlər üçün açıqdır. Sentraliya, Amerika Birləşmiş Ştatları. ...1962-ci ildə Pensilvaniya ştatının Sentraliya şəhərində zibil tullantılarının yandırılması zamanı alov yeraltı kömür mədənlərindən birinə keçdi və qarşısı alınmaz yanğın başladı. Şəhərin altındakı torpaq temperaturu yüksəlməyə başladı. Havadakı karbon qazı nisbəti təhlükəli həddə çatdı. Yol səthlərində çatılar əmələ gəldi. Evlər yaşanmaz hala düşdü. Hələ də həmin mədənlərdə yanğınlar davam etməkdədir. Hökumət əhalini tamamilə köçürdü və şəhər tərk edildi. Hazırda yalnız bir neçə nəfər orada qalır. Lakin Sentraliya əsasən təhlükəli zona hesab edilir. Kalmanskop, Namibiya. Kalmanskop 1908-ci ildə Namibiya səhrasında Alman mədənçiləri tərəfindən salınmış almaz şəhəri idi. Qısa zamanda Avropa üslubunda binalar tikildi. Lakin 1950-ci illərdə almaz yataqları tükəndi və şəhər boşaldıldı. İndi Kalmanskopun binaları səhranın qumları altında qalır. Şəhər turistlər və fotoqraflar üçün populyar məkanlardan biridir. Varuşa, Kipr. Varuşa bir başqa adı ilə Maraş, Kiprin ən populyar turizm mərkəzlərindən biri idi. Aralıq dənizi ölkələrinin Las Vegas'ı hesab olunurdu. Vaxtilə bura müasir çimərlikləri, otelləri, qumarxanaları ilə özünə böyük sayda turist cəlb edirdi. Lakin 1974-cü ildə Türkiyənin Kiprə müdaxiləsindən sonra əhali şəhəri tərk etdi. O vaxtdan bəri şəhər Şimali Kipr Türk Cümhuriyyəti ilə Cənubi Kipr Yunan Respublikası arasında qalmış qadağan olunmuş zona elan edilib və hərbi nəzarət altında saxlanılır. 2020-ci ildə bəzi küçələri turistlər üçün açıldı, lakin əksəriyyəti hələ də girişə bağlıdır. Pripyat, Ukrayna. Pripyat şəhəri 1970-ci ildə Çernobil atom elektrik stansiyasının işçiləri üçün salınmışdı. Vaxtına görə SSR-nin ən müasir şəhərlərindən biri hesab olunurdu. Lakin 1986-cı ildə baş verən nüvə qəzasından bir neçə gün sonra əhali dərhal köçürüldü. Evlərini tərk etməkdə olan əhali həmin vaxtda bir daha geri dönə bilməyəcəyi barədə məlumatlı deyildi. Buna görə də şəhər tərk edildikdən sonra binalar, məktəblər və əyləncə parkları olduğu kimi qaldı. İndi Pripyat dünyanın ən məşhur ruhlar şəhərlərindən biri hesab olunur və məhdud turist səfərlərinə icazə verilir.
Bu şəhərlər keçmişin izlərini qoruyub saxlayan sirli və qorxulu məkanlardır. Hansı ruhlar şəhəri sizin üçün daha maraqlıdır? Rəylərdə fikirlərinizi bölüşməyi unutmayın. Bu və bunun kimi videolardan xəbərdar olmaq istəsəniz kanalımıza abunə ola bilər, videoları bəyənərək kanalımıza dəstək ola bilərsiniz.